Qəbələ rayonu Xırxatala kəndində 20 sot torpaq sahəsi Kupcalı. Bu çöldən görünüşüdür, darvazasıdır. İndi giririk içəri. İçəridə deməli əsasən fındıq meyvəsidir. Bütün meyvələrdən də var. Qəbələ rayonunda hansı meyvə yetişirsə, o meyvələrin hamısından demək olar ki, burada var. Şabalıt var, qoz var, alma var, alça var, armud var. Müxtəlif meyvələr var. Əsasən belə fındıq bağıdır. Deməli, üç tərəfi belə daş hasardır. Bir tərəfi hələ ki açıqdır. Ümumilikdə 20 sot torpaq sahəsidir. Maraqlananlar üçün yəni çox əlverişli bir yerdədir. Qazı, bir dənə qazı yoxdur. İşığı var, telefon xətti var, suyu var. Gördüyünüz bu sudur. Artezyandan gəlir, suyu var. Deməli, suyu var, işığı var, internet xətti var. Qazda bu yaxın aylarda söz verilibdir. Bizim kəndimiz qazlaşdırılmalıdır. Kəndin ayağına qədər ana turba çəkilib gəlibdir. Azərqazdan son məlumat odur ki, bu yaxın zamanlarda kəndimizə qaz çəkilməlidir. Yəni, Kupcalı torpaq sahəsidir, çox əlverişli bir yerdədir. Kəndin ana yolundan hardasa bir 300 metr məsafədədir. Kəndimizin ana yolu da asfaltlanıbdır. Yəni, yolu da var. Maraqlanıb almaq istəyənlər aşağıda yerləşdirilən telefon nömrəsinə zəng eləyib maraqlana bilərlər. Telefon nömrəsi də bağ sahibinin özüdür. Yəni, arada heç bir makler zad yoxdur. Birbaşa bağ sahibi ilə əlaqə saxlayıb, maraqlanıb, gəlib, baxıb ala bilərsiniz. Çox əlverişli, çox sərfəli, tam torpaqdır. Yəni, daş yer deyil. Çox qəşəng də buranın torpağı var. Bütün meyvələr də burada yetişir. Bu gördüyünüz qoz ağacıdır. Biri də orada var. Şabalıt, qoz, fındıq, alma, alça. Bütün meyvələrdən var. Əzgil. Yəni, maraqlanan aşağıda qeyd olunan nömrəyə zəng eləyib maraqlana bilər. Muhabbetni desen küngül ardağım, İşkinin köçeside kızıl yanağım. Şiir yazay desem gastırır parmağım. Seni yaxşı gören edim muhabbet. Pinhane bu uçraşular yadımda. Baxtdan rosa quvanganim yodimda.